Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bu gün biz sizinlə ağırlıq qüvvəsi və çəki mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Xəstə olduğum üçün səsimdə yaranan problemi üzrlü hesab edin. Sadəcə olaraq dərslərinizdə gerilik olmasın və xahişlərinizi nəzərə alaraq problemin olmağına rəğmən sizin üçün çəkiliş çəkməyi qərara aldım. Keçək birinci məsələyə. Birinci məsələdə deyilir: Yer kürəsi Günəş ətrafında bir il ərzində bir tam dövr edir. Yerə təsir edən qüvvələrin əvəzləyicisinin sıfırdan fərqli olduğunu demək olarmı? Cavabınızı əsaslandırın. Sonra biz bilirik ki, Yer Günəşin ətrafında dairəvi, daha dəqiq desək, elliptik boyunca hərəkət edir. Tutaq ki, biz Günəşi götürək, Günəşi çəkək və Günəşin ətrafında hərəkət edən yer kürəsini götürək. Baxın uşaqlar, yer kürəsini götürək. Yer kürəsi Günəşin ətrafında necə hərəkət edir? Elliptik formasında hərəkət edir, düzdürmü? Bu elliptik formasında hərəkət edirsə, bu o deməkdir ki, yer kürəsini Günəşin mərkəzinə doğru hansısa bir qüvvə çəkir. Çünki əgər bu qüvvə olmasaydı, təsəvvür edin ki, bu qüvvə yoxdur. Yəni şübhə ilə yanaşır. Tutaq ki, bu qüvvə yoxdur. Əgər bu qüvvə olmasaydı, onda yer nə edərdi? Düz xətli bərabər sürətlə hərəkət edərdi də, düzdür? Onda yer düz xətt boyunca bu cür hərəkət etmiş olardı. Amma elə deyil axı. Yer Günəşin ətrafında dövr edir. Demək ki, cismi, nəinki yeri, ümumiyyətlə cismi çevrə üzrə hərəkətə sövq edən hər hansısa bir mərkəzə doğru yönələn bir qüvvə var. Demək ki, onda nə oldu? Yerə təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqli olduğunu demək olarmı? Bəli, olar. Çünki əvəzləyici sıfıra bərabər olsaydı, bu yer kürəsi düz xətlə bərabər sürətlə hərəkət edərdi. Newton birinci qanunu. Yadınıza salın. Cavabınızı da əsaslandırmış olduq. Keçək ikinci məsələyə. İkinci məsələdə deyilir: Şagirdin əlində tutduğu çantaya hansı qüvvələr təsir edir? Həmin qüvvələrin qüvvə diaqramını qurun. Şagirdin əlində tutduğu çantaya, baxın uşaqlar, çəki mövzusunu keçəndə biz dedik ki, çəki nədir? Cismin dayağı və askıya göstərdiyi təsir qüvvəsidir. Amma çəkini diaqram göstərəndə, yəni qüvvələrin diaqramını göstərdiyimiz zaman göstərmirik. Daha dəqiq desək, şagirdin əlində tutduğu çantaya hansı qüvvələr təsir edəcək? Şagirdin əlində tutduğu çantaya aşağıya doğru, yəni çantanın özünün bir ağırlıq qüvvəsi var ki, bu F ağırlıq qüvvəsi olacaq. Bir də çantanın özünün yuxarıya doğru reaksiya qüvvəsi var ki, buna da R reaksiya qüvvəsi demiş olacaq. Və bu qüvvələr F ağırlıqla reaksiya qüvvələri bir-birinə bərabərdir. Bir-birinə bərabər olduğuna görə əvəzləyici nə idi? Əvəzləyici sıfıra bərabər olacaq. Sıfıra bərabər olduğuna görə də çanta şagirdin əlində stabil vəziyyətdə hərəkətsiz qalmış olacaq. Bu məlumatlar əlavə edin. Keçək indi üçüncü məsələyə. Üçüncü məsələdə deyilir: Masa üzərindəki kitabın çəkisi 5 Newton, ona təsir edən ağırlıq qüvvəsi 5 Newton və masanın reaksiya qüvvəsi də 5 Newtondur. Hər biri 5 Newtondur. İndi A variantında bizə deyir: kitaba təsir edən qüvvələrin qüvvə diaqramını qurun və əvəzləyici qüvvəni tapın. Baxın uşaqlar, gəlin bu deyilənləri bir-bir göstərək. Kitabdır, masanın üzərindədir, düzdürmü? İndi kitabın çəkisi 5 Newtondur, ona təsir edən ağırlıq qüvvəsi də 5 Newtondur. İndi ağırlıq qüvvəsini göstərək. Ağırlıq qüvvəsi həmişə hansı tərəfə olur? Bəli, mərkəzdən aşağıya doğru. Demək ki, ağırlıq qüvvəsi F ağırlıq bərabərdir 5 Newton. Daha sonra reaksiya qüvvəsi bəs nə qədər olacaq? Reaksiya qüvvəsi, yəni kitabı masanın üzərində daxil. Demək ki, masa kitaba bir reaksiya verir. Reaksiya qüvvəsi göstərir. Ona da deyirlər yuxarıya doğru R. O da bərabərdir nə qədərdir? 5 Newton. 5 Newton. Çəkini bayaqları biz dedik ki, çəkini qüvvə diaqramında göstərmirik. Keçək indi B variantına.
B variantında görək nə deyir? B variantında deyir ki, masanın kütləsi 6 kiloqram olarsa, ona təsir edən qüvvələrin qüvvə diaqramını qurun və əvəzləyici qüvvəni tapın. Aha, baxın uşaqlar, masanın özünün, bu masanın özünün öz kütləsi var. Həmin bu masanın özünün öz kütləsi 6 kiloqramdır. Demək ki, masanın ağırlıq qüvvəsi nə qədər olacaq? Masanın öz ağırlıq qüvvəsi. Hal-hazırda göstərdiyim kitab yox, masadır. Masanın öz ağırlıq qüvvəsi aşağıya doğru nə qədər olacaq? Kütləsi 6 kiloqram olduğuna görə F bərabərdir mg-dən. F bərabərdir 6 vuracam ona. Bu da bərabər olacaq 60 newtona. Yəni, masanın öz ağırlıq qüvvəsi 60 newton olacaq. Eyni zamanda, o yuxarıdakı məsələdə nə deyirdi? Deyirdi ki, kitabın özünün də ağırlıq qüvvəsi 5 newtondur. Yəni, masanı göstərdim 60 newtondur. Eyni zamanda kitabın özünün də ağırlıq qüvvəsi nə qədərdir? 5 newtondur. İndi deyir ki, ona təsir edən qüvvələrin qüvvə diaqramını qurmuşuq və əvəzləyici qüvvəni tapın. Baxın, indi aşağıya doğru bir dənə var 60 newton. Bir də var burada, indi digər tərəfdən göstərirəm ki, rahat olsun. 5 newton bu. Eyni zamanda bu kitabla masanın, yəni bu döşəmənin üzərində dayandı, döşəmənin bu masaya göstərdiyi bir reaksiya qüvvəsi var. O reaksiya qüvvəsi də bu ikisini birlikdə əvəz edir. Yəni 60 plus 5, 65 newton. Bunlar ikisi bir-birini əvəzləyir və əvəzləyici qüvvə nə qədər olacaq? Reaksiya qüvvəsi tapdıq ki, 65 newtondur. Əvəzləyici qüvvə, F əvəzləyici bərabərdir 0. İndi soruşa bilərsiniz ki, əvəzləyici qüvvənin 0 olduğunu hardan bilirik? Bilirsiniz necə? Axı biz Newtonun birinci qanununda öyrənmişdik. Öyrənmişdik ki, cisim əvəzləyici qüvvəsi o zaman 0-a bərabər olur ki, cisim ya sükunətdə qalsın, ya da düz xətlə bərabər sürətlə hərəkət etsin. Hal-hazırda masa və kitab necə hərəkətdədir? Ümumiyyətlə hərəkətdədir? Xeyr. Necədir? Sükunətdədir. Sükunətdədirsə, demək ki, bu zaman əvəzləyici 0-a bərabərdir. Yəni, reaksiya qüvvəsi yuxarıya doğru bu iki qüvvəni əvəz edəcək 65 newtondur və əvəzləyici qüvvəmiz də 0-a bərabərdir. Belə, indi keçək uşaqlar növbətisinə. Növbəti öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Burada deyilir, ağırlıq qüvvəsi nəyə deyilir? Baxın uşaqlar, mövzu izahında bildirilmişdi ki, ağırlıq qüvvəsi yer tərəfindən cismə təsir edən cazibə qüvvəsi ağırlıq qüvvəsidir və onun düsturu F bərabərdir M vurusu J kimi hesablanır. Burada M kütləni, R isə qravitasiya sahəsinin intensivliyini göstərir. Bəs ağırlıq qüvvəsinin vahidi niyə bərabərdir? Newtona bərabərdir. Ümumiyyətlə, uşaqlar, yadınızda qalsın, qüvvə kəlməsi keçən hər bir kəmiyyətin vahidi Newtona bərabərdir. Daha sonra keçək növbəti məsələyə. Növbəti məsələdə deyilir, astronavtın yer kürəsindən apardığı çəkicin kütləsi aydakı kütləsinə bərabərdirmi? Çəkici yerdə və ayda təsir edən ağırlıq qüvvəsini necə hesablamaq olar? Yenə də mövzu izahında uşaqlar bildirilib ki, hər hansısa bir cismin kütləsi istənilən bir planetdə və yaxud da ki, peykdə yenə də öz kütləsinə bərabərdir. Baxın uşaqlar, bunu sadə olaraq izah edeyim. Tutaq ki, bu olsun yer kürəsi, bu da olsun ay. Tutaq ki, indi hansısa bir cisim var. Burada deyirlər çəkic. Çəkic yerdə də kütləsi M bərabərdir. Tutaq ki, 2 kiloqramdır. Bu çəkici aparıb ayada qoysam, bu çəkicin kütləsi yenə də 2 kiloqram olacaq. Amma dəyişən nədir uşaqlar? Axı dəyişən bir şey var. Çünki biz hər dəfəsində yadınıza gəlir, deyirdik ki, ayda nəsə azalır. Dəyişən nə idi bə?
Bəli, dəyişən ona təsir edən ağırlıq qüvvəsidir. Çünki ağırlıq qüvvəsi F bərabərdir. M vurulsun J ilə hesablanır axı. Çəkici aparıb ayda yerləşdirəndə kütlə sabitdir. Düzdür, dəyişmir. Amma J dəyişir axı. J ayda 1,6-ya bərabərdir. Ona görə də indi biz burada çəkici kütləsinin 2-yə bərabər olduğunu götürdük də 2-ni ayda 1,6-ya vuranda 3,2 Newtona bərabərdir. Amma çəkici yerdə ona vurursan, o isə 20 Newtona bərabər olur. Belə. İndi deyir ki, kütləsinə bərabərdirmi? Bəli, bərabərdir. Çəkici yerdə və ayda təsir edən ağırlıq qüvvəsini necə hesablamaq olar? Hətta bunu misal həlli ilə göstərmiş oldum. Ağırlıq qüvvəsini necə hesablamaq olar? F bərabərdir. M, J düsturu ilə hesablamaq olar. Amma yetər ki, J-ni yerdə bərabərdir 10 metr bölsün saniyənin kvadratı götürək. Amma ayda isə J ay bərabərdir 1,6 metr bölsün saniyənin kvadratı götürək. İndi isə keçək üçüncü məsələyə. Üçüncü məsələdə deyilir ki, ağırlıq qüvvəsi ilə çəkinin iki oxşar və bir fərqli cəhətləri hansılardır? Biz ümumiyyətlə bilirik ki, ağırlıq qüvvəsi F-dir. Çəki isə dedikdə isə P-ni nəzərdə tutulur da. İndi burada F ağırlıq və P çəki. Oxşar cəhəti ondan ibarətdir ki, ağırlıq qüvvəsi də F bərabərdir M, J ilə hesablanır. Çəki də P bərabərdir M, J ilə hesablanır. Yəni, bu o deməkdir ki, çəki də kütlə ilə düz mütənasibdir. Ağırlıq qüvvəsi də kütlə ilə düz mütənasibdir. Yəni, hər ikisi kütlə ilə düz mütənasibdir. Və ikinci oxşar xüsusiyyət ondan ibarətdir ki, hər ikisi yer kürəsinin cazibə qüvvəsi ilə bağlıdır. Amma fərqli cəhətləri neydən ibarətdir? Fərqli cəhətləri ondan ibarətdir ki, çəki cismin dayağa və askıya göstərdiyi təsir qüvvəsidir. Ağırlıq qüvvəsi isə cismin cazibə qüvvəsindən yaranandır. Yəni, belə desək, çəki dedikdə hər hansısa bir masa götürək və üzərində hansısa bir cisim. Çəki dedikdə bu cismin dayağa və askıya göstərdiyi təsir qüvvəsi, amma ağırlıq qüvvəsi cismin mərkəzindən aşağıya doğru yönələn, yerin mərkəzinə doğru yönələn cazibə qüvvəsidir. Ağırlıq. Belə, indi keçək dördüncü məsələyə. Dördüncü məsələdə isə deyilir, üfüqi səthdə sükunətdə olan islanmış odun günəş istisində quruyub. Quruduqdan sonra onun kütləsi 0,8 dəfə, ona təsir edən ağırlıq qüvvəsi isə 20 Newton azalır. Odunun yaş və quru halda kütləsini və ağırlıq qüvvəsini tapın. Hər iki halda oduna təsir edən qüvvələrin qüvvə diaqramını qurun. Yaxşı uşaqlar, biz indi verilənləri bir-bir analiz edək və ona uyğun olaraq məsələni yazmağa çalışaq. Məsələni yenə də deyirəm, yazmamışdan qabaq mütləq şəkildə analiz etmək lazımdır. Deyir ki, quruduqdan sonra odunun kütləsi 0,8 dəfə azalıb. Kütləsi əgər 0,8 dəfə azalıbsa, o deməkdir ki, M quru bərabərdir 0,8 M yaş. Yəni, quru odunun kütləsi, yaş odunun kütləsinin 0,8 hissəsi. Amma ağırlıq qüvvəsi 20 Newton azalıb. Ağırlıq qüvvəsi 20 Newton azalıbsa, bunu necə göstərərəm? Göstərərəm ki, F quru, yəni quru odunun ağırlıq qüvvəsi bərabərdir. F yaş odunun ağırlıq qüvvəsindən 20 Newton az. Yəni, çıxısın 20. Baxın, indi bu yazdıqlarımı aparıb F bərabərdir. MJ düsturu yoxdur. Bu F bərabərdir MJ-ni bir dəfə M quru üçün yazacağım, bir dəfə yaş üçün. F quru bərabərdir. M quru vurulsun J. İndi yaş üçün yazaq. F yaş bərabərdir. M yaş vurulsun J. Düzdür? İndi biz bunu sistem qurmuşuq. Gətirək burada bir-bir nəzərə alaq. Uşaqlar, baxın, burada yazdığım ki var.
F quru bərabərdir F yaş minus 20. Gətirib bunu burada yerinə qoyacağım. Gətirib yerinə qoyum. Bura nə yazacağım onda? Yazacağım ki F yaş çıxılsın 20 bərabərdir. Bəs M qurun yerinə nə yazacağım? M qurun yerinə də bax burada yazdığımı. Burada yazdığımı gətirəcəm bax burada yerinə qoyacağım. Yaxşı. Gətirib indi yerinə qoyum. Yazacağım ki burada 0,8 M yaş. Vurusun J də dəyişmir də. J olduğu kimidir. Amma aşağıda heç bir dəyişiklik yoxdur axı. Ona görə olduğu kimi buraya yazacağım. F yaş bərabərdir. M yaş burası J. Bu da oldu bizim sistem tənliyimiz. İndi bu sistem tənliyi bir-birinə böləcəm. Yəni yazacağım buradan ki F yaş minus 20 bölünsün F yaş bərabərdir. Yuxarıda nə var? 0,8 M yaş vurulsun R bölünsün nə? M yaş vurulsun J. Bax, sanki bunun altına bir kəs xətti çəkdim də. Bunları bir-birinə böldüm. İndi bölək bir-birinə. M yaşlarımız ixtisar gedir. J'lərimiz də ixtisar gedir. Bəs nə alınacaq burada? Alınacaq ki, F yaş çıxılsın 20 bölünsün F yaş bərabərdir. Burada nə qalıb yuxarıda? Qalıb ki, 0,8. Yəni bunları bir-birinə vuraq. Vuranda alınacaq ki, deməli, F yaş çıxılsın 20 bərabərdir 0,8 F yaş. F yaşı, yəni 0,8 F yaşı bu tərəfə keçirsəm, onda olacaq neçə? 0,2 F yaş bərabərdir 20-yə. F yaş da bərabərdir 20-yi 0,2-yə böləcəm 100. Deməli, tapdım ki, F yaşımız nə qədərdir? 100-ə bərabərdir. İndi bu 100-ə bərabər olduğunu tapandan sonra gətirib, indi məlumdur da bizdə F yaş bərabərdir 100. Kütləni tapmaq asanlaşacaq. Yazacağım burada. F'miz niyə bərabərdir? F yaşımız niyə bərabər idi? M yaş vurulsun J'yə. F yaşımızı tapdıqda 100 bərabərdir. M yaş vurulsun. Yer kürəsində J'nin qiyməti neçəyə bərabərdir? 10-a. M yaş da bərabərdir. 100-ü 10-a böləndə 10 kiloqram. Tapdım ki, yaş odunun kütləsi 10 kiloqramdır. Bəs quru odun kütləsi nəyə bərabərdir? Bax, burada yazdığımız. Gətirib indi yerinə qoyacaq. Qoyanda yerinə M quru bərabərdir. 0,8 vurulsun 10-a. Bu da bərabərdir. 10 hardan gəldi? Çünki burada M yaşı tapdıq ki, 10 kiloqramdır. Bax, oradan gəldi. 0,8 vurulsun 10. Bu da eləyəcək 8 kiloqram. Beləcə tapdıq ki, yaş və quru odunun kütləsi 10 kiloqram və 8 kiloqrama bərabərdir. Elə, indi sonda deyir ki, hər iki halda oduna təsir edən qüvvələrin qüvvə diaqramını qurun. Qüvvə diaqramını da quranda tapmışdıq ki, demək, birinci qüvvə yaş odun üçün tutaq ki, yaş odun üçün qüvvə diaqramını göstərəndə aşağıya doğru kütləsini 10 kiloqram tapmamışdıq. Demək ki, 100 Newton aşağıya doğru F ağırlıq. Əlbəttə ki, bu odun hansısa bir səthin üzərindədir. Demək ki, yuxarıya doğru da reaksiya qüvvəmiz 100 Newtona bərabərdir. Odun üçün götürsək, tapmışdıq ki, kütləsi 8 kiloqramdır. Demək ki, aşağıya doğru F ağırlıq bərabərdir. 8-i 10-a vuranda 80 Newton. Yuxarıya doğru da reaksiya qüvvəmiz bərabərdir 80 Newton. Yəni, axı odun stabil vəziyyətdədir. Burada odunun hərəkətindən danışılmır. Ona görə də reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Ağırlıq qüvvəsi neçədirsə, reaksiya qüvvəsi də həmin qiymətə bərabər olmuş olur. Belə, daha sonra da keçək 5-ci və sonuncu məsələmizə. 5-ci məsələmizdə də maraqlıdır. Belə bir sual var. Deyir, şagird cismi dinamometrə bağlayaraq ağırlıq qüvvəsini ölçür. Daha sonra dinamometr onun əlindən düşür. Cisim və dinamometr döşəməyə çatana qədər dinamometrin göstəricisi niyə bərabər olar? Baxın uşaqlar, tutaq ki, hansısa bir cisimimiz var və bu cismi dinamometrin vasitəsilə ölçürlər.
Düzdür? Tutaq ki, bu dinamometr göstərir 6 Newtonu. Bu dinamometr bizim əlimizdən yerə düşərsə, yerə çatana qədər, yer səthinə çatana qədər dinamometr hansısa bir göstəricini göstərəcəkmi? Xeyr, göstərməyəcək. Bəs səbəb nədir? Niyə görə heç bir göstərici göstərməyəcək? Yəni sıfırlanacaq. Axı çünki əlimizdə tutanda mən özümdən dedim ki, 6 Newtona bərabərdir. Niyə görə sıfırlanacaq? Bəli, səbəb ondan ibarətdir ki, cisim çəksizlik halında onun çəki sıfıra bərabər olur. Çünki biz demişdik ki, çəki nədir? Cismin dayağa və askıya göstərdiyi təsir qüvvəsidir. Əgər cisim bizim əlimizdən düşübsə, o yerə düşənə qədər heç bir askıdan və təsir qüvvəsindən asılı deyil. Ona görə də cisim yerə düşənə qədər onun çəkisi P sıfıra bərabər olur. Məhz ona görə də dinamometr heç bir göstərici göstərməyəcək. Onun göstəricisi sıfıra bərabər olmuş olacaq. Bu qədər uşaqlar. Ümid edirəm ki, dərs izahı sizə aydın olmuş oldu. Sonda kanala abunə olmağı və bəyənməyi unutmayın. Çünki həqiqətən bu tipli dərs izahlarını hazırlamaq insandan çox böyük bir zəhmət və zaman tələb edən bir prosesdir. Və sizin o abunə olmağınız və bəyənməyiniz həqiqətən məndə böyük bir motivasiya yaradır. Ümid edirəm ki, sizə yararlı ola bildim. Sağ olun.